Dilin zənginliyi təfəkkürə necə təsir göstərir? Heideggerin məşhur ifadəsi ilə desək, dil varlığın evidir. Hər bir milli varlığın evi də öz ana dilidir. Başqa dildə danışmaq başqasının evində yaşamaq kimidir. Başqasının evində hər şey başqasına aiddir. Başqasının evində yaşayanları həmişə müvəqqətlik hissi təqib edər. Müvəqqətlik hissi insanı köçəriləşdirər. Başqasının dili mənəvi düşüncəyə vətən ola bilməz. Milli düşüncənin vətəni yalnız milli dildir. Amerikalı psixoloq Julian Jaynes dilin yaranmasından ki, dilin təxminən 50 min il yaşı olduğu düşünülür. Çox sonralar, təxminən 5 min il əvvəl icad edildiyi zaman yazı işarələrini oxumağın insan beynində emosional mətn qavrayışını yaratdığını, beləliklə oxunan sözlərin maddi varlıqlar olaraq şuurumuza sızdığını irəli sürür. Bu o deməkdir ki, bizim şuurumuzu eşitdiyimiz, oxuduğumuz sözlər yaradır. Bu sözlər hansı dildədirsə, bizim şuurumuz da, deməli, şəxsiyyətimiz də o dilə məxsusdur. Amerikalı psixoloqun yuxarıdakı sözlərinə gözləri tutulan Borgesə 4 il kitab oxuyan Argentinalı yazıcı Alberto Manguel belə bir yekun vurur. Dil təkcə adlandırmaqla kifayətlənmir, həm də gerçəkliyi yaradır. Dil kəlmələr, baş verənlərin hekayələri vasitəsilə gerçəkləşdirilən zehni canlandırma aktıdır. Dil bizə öz gerçəkliyimizi yaratmaq üçün lazımdır. Ana dili milli gerçəkliyin banisidir. Milli gerçəkliyi ancaq ana dilində yaratmaq mümkündür. Başqa dildə ancaq başqasının gerçəkliyini yaratmaq olar. Ana dili millətin öz mədəniyyətinə depoladığı tarixini hər an bir üfürüklə canlandıra bilən sehirli bir gücdür. Dil milli yaddaşa keşik çəkən sfinks heykəlidir. Dilini unudan millət yaddaşını unudar. Dilin zənginliyi mənsub olduğu millətin yaddaşı ilə bağlıdır. Yaddaşımızda nə qədər elmi, fəlsəfi, tarixi, estetik inventar varsa, dilimiz də o qədər zəngindir. Söz ehtiyatımız cavab axtardığımız sualların sayı qədərdir. Biz başqa dilə hazır cavablar üçün üst tuturuq. Başqa dil bizim sual vermək bacarığımızı yox edir. Söz ehtiyatı az olan dillər sualları az olan, yaxud suallarına başqa dillərdə cavab tapan millətlərin dilidir. Dilimizin zənginliyi və yoxsulluğu haqqında söz düşəndə dərhal filoloji elita ədəbiyyatı ön plana çıxarır. Bu dil Füzuli, Nəsimi, Seyid Əziz,